وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Məhzəbçilər o ən çox danışır, dəlil gətirirlər ki, İbn Teymiyyə Rəhməhullah, İbn Qeym, böyük alimlərimiz zikr edirlər ki, hansı bir məhzəbə yanında biz məhzəbdə olmuşuq, amma biz sələflər indi onu inkar edirlər ki, məhzəbçi olmayıblar. Amma onlar bir boyundan alıb məhzəbçi olmaqlar. Bir də ki, Şeyx Moza, yəni ondan dəlil gətirirlər ki, avam cəmaat mütləq təqlid eləməlidir, məhzəb seçməlidir özlərini. Belə bir şey var ya, yox. Əksinə, biz o Şeyx Fovzanın sözünü oxuduq da. Şeyx Fovzan, Həfzəullah deyir ki, yəni məzhəbi öyrənmək, yəni belə tabeçilik baxımından, elmin asanlaşması baxımından problem deyil. Amma təəssübkeşlik yenə deyir ki, olmaz. Təəssübkeşlik nədir? Yəni dəlil olduğu halda insan məzhəbi götürməsi, məzhəbdə olan dəlilsiz bir görüşü götürməsidir. Yəni bu haramdır. Bunu bilmək lazımdır. İbn Teymiyyə, onlar inkar edirlər, yəni məzhəbi. Onlar da inkar deyəndə ki, yəni əsas inkar nədir? İnkar olunan təəssübkeşlikdir. Şeyx Fovzanın var deyəsən, bu yazısı var. Sual verirlər ki, yəni ki, bu 4 məzhəblə cahillər getməlidir. Orada deyir ki, bu 4 məzhəbdən birindən getməlidir. Birindən deyilsə də, kimsə məsum deyil kimsə. Yəni bizə əmr olunan Allah Teala buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə tabe olun. Fəin tənaza'tum fi şey'in farudduhu ilallahi və rasul. Bir şey barəsində ixtilafa düşsəniz, onu Allaha və Rasuluna qaytarın. Yəni başqa alimlər deyir ki, məsələn Şövkən Rahimullah konkret məsələdə şiddətli yanaşır. Amma bəzi alimlər də yəni məsələdə orta yanaşır ki, yəni öyrənmək problem deyil, amma təəssübkeşlik olmaz. Yəni bəziləri niyə görə şiddətli yanaşır? Çünki məzhəblə gedənlər çox vaxt onlarda təəssübkeşlik hasil olur. Və görürsən ki, dəlil olduğu halda yəni dəlili məzhəbə tərəf, dəlilin boynunu məzhəbə tərəf yönətməyə çalışırlar. Amma əsl oldu ki, dəlilə tabiçilik olmalıdır. Məsələ şiddətlidir. Çünki sənə də deyir, sənin imamına da əmr olunub ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaq. Sən deyir, təsəvvür elə, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm sənə deyir ki, bu iş belədir. Sənin qabağında oturub, sənə deyir ki, bunu belə elə. Sən də çevrilirsən, deyirsən, yox, bizim əfəndi şeyx belə deyir. Yəni, məsələ çox ağır. Əgər onu təsəvvür elə bildinsə, ağır məsələdir. Peyğəmbər s.ə.v-in sözünün qabağına söz qoymaq, fikir qoymaq, məzhəb, şeyx, əfəndi, bunlar insanın əməlini batil edə bilər. Əməlin batil olmasına gətirib çıxara bilər. Çünki Allah Teala buyurur, Ya eyyuhəllədinə əmənu, lə tərfəv əsvatəkum fəvqə savtin nəbi. Ey iman gətirənlər, siz səsinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın. Və lə təcəru ləhu bil qavli kəcəhri ba'dikum li ba'din ən təhbata əməlukum və əntum lə təş'urun. Və həmçinin onu uca səslə çağırmayın. Və siz özünüz də hiss etmədən, bilmədən əməlləriniz batil olar. İbn-i Qayyim Rahimullah deyir ki, baxın, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatında, dövründə insan səsini onun səsindən yuxarı qaldırması onun əməlini batil edirdisə, amma vəfatından sonra onun sözündən yuxarı kiminsə sözünü qaldırmaq necə də batil etməsin deyir.